Herkese salam, kanalıma, videoma xoş gəlmisiniz. Bugün sizinlə birlikdə bir günlük vlog çəkirəm. İlk öncə onu demək istəyirəm ki, otağım belə gördüyünüz üzrə çox dağınıqdır. Hər həftə sonu mən otağımı təmizləməli oluram, çünki çox dağınıq olur. İndi təmizləməyə keçirəm. Belə tezləşdirirəm ki, sizin xoşunuza gəlsin. Və bunu ilk uzun videomdur. Bilirəm, biraz uzun olacaq və çox baxış yığmayacaq, amma yenə də hər ehtimala baxacam da. Yəni siz bəyənməsəz də heç nə olmaz. Yəni mən yenə də bəlkə saxladım. İndi belə hər şeyi yığıram stolumun üstünə falan. İndi bura mahnı qoyacağam. Belə hər yerin bu hissələr təmizlədim. Gördüyünüz üzrə. Buraları da təmizlədim. Bayaq göstərmişdim. Bunları atıram. Belə. İndi qaldı bu rəf. Mən buranı elədim. Bir dənə bu hissələr qaldı. Bunları da eləyim, gəlirəm. Belə buranı da təmizlədim, səliqəyə saldım. Məncə çox gözəldir və içim açıldı belə görəndə. O alt hissələri də təmizlədim səliqə ilə. İndi sehrlə yatağımı eləyəcəm. 3, 2, 1. Dumbiçkamı da eləyirəm. Mən indi qısa kadr göstərmişim. Oranı da səliqəyə salıram. Belə. Hər tərəfini belə sildim, səliqəyə saldım. Çox gözəl oldu. Yəni neçə vaxtdan sonra belə səliqəli görmək. Oranı da sildim. İndi tost oranlayacağam, amma mən bilən tost oranlaya bilməyəcəm, çünki atam yatıb. Buraları sadəcə belə yığışdıracağam, belə qalacaq. Sonra biraz da yenə baxıram zaten, amma yenə də baxacağam və oyun oynayacağam. Bəlkə sıxılsam telefona baxmaqdan bunları düzəldəcəm. Bunlardan düzəldəcəm və paltar eləyəcəm. Amma paltarı sonda eləyəcəm. Skuçum yoxdur, almalıyam. Bir saat telefon, yəni planşet oturduqdan sonra bunu eləməyə istədim. Artıq saat 17-18-dir. Bir dənə baxım, işıq qaranlıqda da yaxşıdır. Əslində belə qaranlıqda daha yaxşı görsənər, amma yenə də işıq yanıq daha çox tövsiyə edirəm. İndi bunu ya dost eləyəcək, ya da bunların bir cürəsini paltarlarını eləyəcək. Mən çox dost eləmək istəyirəm. Bunun bir dənə, bunun oğlan növünü, 2 dənə də 3 dənə eləyəcəm. Ekranı görə işığı söndürdüm. Bunu eləyəcəm. Deməli, bu qızı eləyəcəm. 1, bunu dəqiqə. Bunu eləyəcəm. De bunu eləyəcəm. İndi bunu kəsəcəm zaten. Hələliylə görüntüyü indirirəm. Bilmirəm, mən bunu indirmişəm, amma yeni bir dəqiqə baxım.
və belə bir kart eləyəcəm hamısının üçün. Belə üzünü göstərən kartlar eləyəcəm. Bunlar da bax necə olacaq. Budur. Bunun şəkillərini indi bunu da kəsim. Daha rahat olur bəlkə seçmək. Bunun bu sadəcə saç rəngi bunun kimi olacaq, narıncı. Bu çox xoşuma gəldi, necə dəhşət özdə. İndi bunları göndərəcəm bura. Oldu. Belə üstünə qoyub belə çəkəcəm. Çünki normal çəkə bilmirəm, əyri falan olur. İndi nəyəsə baxa-baxa eləyəcəm. Amma videonu dayandırmalı olacağam, çünki buradan qoya bilmədiyim üçün telefondan qoyub baxacağam. Bunları eləyəndən sonra görüşərik. Bildim, yarımçıq qaldı, amma mən sıxdı. İndi qabları silməyə gedirəm. Telefon baxıb, sonra da iftar açacağam. Yeməyimi falan yedim. Bilmirəm sizə dedim ya yox. Bunları eləmişəm. Bir dənə qız qalıbdı, onu da eləyəcəm, bitəcək. Rəngləyəcəm, skoçlayacağım və bitdi. Yəni paltarı eləməyəcəm, çünki skoçum azdır da. İndi bunu eləyəndən sonra da keçirəm dərsimə. Ondan sonra əgər bunu eləyəndən sonra əgər vaxtımız olsa pankek eləyəcəm özüm üçün. Sonra da dərsə. İndi ilk öncə buranı yığışdırım. Qızı eləmərəm də. Qızı sonra eləyərəm sabahda zətdə. İndi dərslərimi keçməyə fikirləşirəm. Bugün bunlar var idi. Bir dənə bu niyə buradadır? Bəli. Günləri işləyəcəm ancaq. Coğrafya boş geçirəcək vermədi. Azərbaycan vermədi. Ədəbiyyat, ingilis dilində verməyib mən biləni. Və texnologiyanı yazacağım, şəkil çəkəcəm. Oha. Onda mən həm əlavə edirəm, həm də texnologiya. Ona görə texnologiyanı edərəm. Bitdi. Yey. Ona görə bəlkə sabahda burax bilərəm. Burada sinif yoldaşlarım yazmışdı, oxumamışdı da. Onları da oxudum bir dəqiqə. Bunu sinif rəhbərim yazıb. Çox şirindir də. Bu da sinif yoldaşım yazıb ikisində. O best friendim yazıb. Burada pankek eləyirəm, sizə deməyi unutmuşam. Biraz planşetə falan baxdım. Belə ürək elədim. Bunların hamısı özüm eləmişəm. Burada deyirəm ki, yəni indidən deyim ki, üzülürsən çox qısa oldu. Bəlkə sıxıcı oldu, bilmirəm. Amma yenə də mənim günüm, şənbə günüm belə keçir. Əslində dərslərimi də eləyirəm. Sadəcə az idi deyə eləməmişəm. Dərs vloqu da haçansı gələr. Bəlkə elə bu gün falan da gəldi dalbadal. Nəysə, sevirəm. Şərhlərdə fikirlərinizi paylaşmaq unutmayın. Öpürəm sizi. Öpdüm.